bitki yağları, bax. Bizdə bitki yağlardı, qonşularda kompüter. Obrisli qonşularda dəmir məşğul edilər. Bizdə çıxa belə şeylərdə. Ama bizdə qida idi. Çıxara bildiniz sərdən nəysə? Ya çıxartmaq? Sərdən. Heç kim yox idi. Bir saat 1-də 2-də gəlirik işte. Günortadan. Çünki sərdən məşğul idik. Məşğul olduq. Buna görə bizim işimiz belə olur. Saat 1-də 6-7-yə qədər. Heç kim yox idi. Zəngin ediblər ki, ya. Heç nə də çıxara bilmədiniz sərdən. Yox, heç bir şey. Biz işdən çıxanda biz obşi bağlayıq və yenə dedim ki, bizdə orada heç kim yox idi. Yox, yəni sizin ambarı demir, digərlərinin nəzəri. Bəli, qonşularda, obrislər deyirlər ki, sizlik deyil. Çünki yenə deyim ki, xəbər gələndə... Hansı mağazada baş verdi bilinir? Hə? Hansı mağazada baş verdi bilinir? Onu bilmirəm mən. Biz bildirim ki, o qonşularda deyirlər, zamykaniya olub, yoxsa nəsə olub. Amma yenə deyil. Konkret olaraq nələrdi yananlar? Nələr var idi ambarda? Bir də zəhmət olmasa. Bizdə qonşularda. Qonşularda da sizdə də nələr var Bizdə idi? qidadır, biz qida məhsullarımız məşğuluq. Amma qonşularda yenə ki, kompüterdir, obrislər dəmirlə. Havalandırma. Hə, nəsə olmalı. Təşəkkür edirik, Allah kömək olsun. Dedilər kompüter falan digər kompüter də var idi ambarlardan birində. O qonşularda ən birinci orada. İndi işçilər işləyirlər orada. Nə bilim, heç bilmirəm hələ. İnşallah qutaranda girək baxaq nə məsələdir. Amma mənim həyatım orada qalıb. Dayanıb.